Hər kəsə salam əziz dinləyicilər, əziz dostlar. Bugünkü yeni bölümümüzə, sezon 3-ün son epizodu olan 10-cu epizoda xoş gəlmisiniz. Bugün mən sizinlə birlikdə studiyada Kamran Asiloviç deyəndən bu gün seçdiyimiz mövzu çox aktual olan, son həftələrin, son ayların gündəm mövzularından olan proqnoz bazarları, yəni prediction markets və hər şeyin nə üçün qumara çevrildiyi, qumarlaşdırıldığı və oyunlaşdırıldığı mövzusunu seçdik. Bununla bağlı müzakirələr aparacağıq. Polymarket kimi və yaxud da Kalshi kimi platformaların geniş yayılması mərcilərin ümumiyyətlə bir çox idman oyunlarının, bir çox proseslərin, qərarların, hətta mobil tətbiqlərin, oyunların belə qumara çevrilərək həyatlarımıza daha dərindən sirayət etməsi mövzusu, bu sirayət etməyə başlaması mövzusu haqqında olacaq. Gəlin bu mövzuya keçək və gəlin sizinlə bu barədə daha detallı danışaq. Ətrafımıza baxsaq, ətrafımızda sakit və çox dərin baş verən bir dəyişikliklər tüğyan edir. İstər siyasət olsun, istər idman olsun, istər qlobal hadisələr, hətta hava proqnozu belə. Bunlar artıq sadəcə müşahidə etdiyimiz şeylər deyil, bunlar artıq mərc etdiyimiz şeylərə çevrilir. Üzərinə pul qoyub bir nəticə gözlədiyimiz şeylərə çevrilir və getdikcə daha çox biz reallığı bu mərc prizmasından görməyə başlayırıq. Prediction marketlər, yəni proqnoz bazarları dünyasına xoş gəlmisiniz. Bu belə deyək, bu bazarlar gələcəyin qiymətləndirildiyi hadisələrin ehtimallarının üzərinə pul qoyularaq onlardan bir nəticə gözlənildiyi və hər hadisənin bir dəyərinin olduğu, bir belə deyək, çekinin olduğu bir sistemdir. Və bu amma yeni bir şey deyil bu arada. Biz sizinlə bununla bağlı danışacağıq. İlk öncə tarixindən təbii ki, bəhs edəcəyik. Əslində bu proqnoz marketləri, proqnoz bazarları çox qədimə dayanır və 1503-cü ildə ilk qeydə alınan məlumatlara əsasən insanlar gələcək ilə bağlı mərc etməyə əslində əsrlər əvvəl başlayıblar və 1503-cü ildə Vatikan daxilində ilk dəfə papanın seçilməsi zamanı, yəni konklav dövründə insanlar artıq kimin dini lider olacağını, kimin papa olacağına pul qoyurdular, bununla bağlı mərc edirdilər. Yəni bu qətiyyən yeni bir şey deyil, bu belə deyək, bu proqnozlar, bu mərclər. Amma tarixi qeydlər göstərir ki, həmçinin Roma küçələrində də və Avropada belə deyək, ticarət şəbəkələrində də bu cür mərc oyunları, mərc sistemləri aktiv idi. Yəni ən müqəddəs hesab edilən qərarlardan biri belə artıq o vaxtlar maliyyə spekulyasiyasına çevrilmişdi. Yəni insanlar onun şansı üzərində, kimin seçiləcəyi üzərində oynayırdılar. Daha sonra 19-20-ci əsrlərdə ABŞ-da seçkilər üzərində geniş belə mərc bazarları mövcud idi. İnsanlar bununla bağlı proqnozlar edirdilər. Bəzi hallarda isə bazarlar hətta rəsmi sorğulardan daha dəqiq nəticə göstərirdi. Çünki bir çox insanın yüzlərlə, minlərlə, hətta milyonlarla insanın bir belə deyək, səsvermədə, bir proqnozda iştirak etməsi onun nəticəsi ilə bağlı daha dəqiq bir məlumat verməyə başlayır. Bu böyük rəqəmlərin qanununa əsasən belə bir riyazi bir gerçəklik var burada. Və bəzi hallarda hətta bu bazarlar, bu belə deyək, mərc bazarlar rəsmi sorğulardan daha böyük hala gəlirdi, daha böyük olurdu. Paul Road və Coleman Stamp tərəfindən 2008-ci ildə yazılmış tarixi belə deyək, seçkilər üzərində mərc oyunları adlı bir hesabat var, belə bir araşdırma var. Bu araşdırma göstərir ki, 1800-cü illərdə ABŞ seçkilərində mərc bazarları çox geniş yayılmışdı. Artıq o vaxtdan bu bazarlarda milyonlarla dollar dövriyyə olurdu və ən maraqlısı isə onlar çox dəqiq proqnozlar verirdilər. Yəni individual belə deyək, peşəkarların individual mütəxəssislərin verəcəyi proqnozdan daha dəqiq proqnoz verməyə başlayırlar. Yəni bu sistem yeni deyildi, uzun sözün qısası. Sadəcə indi bu sistem daha qlobal hala gəlib və daha sürətli, daha belə deyək, hər kiçik detalına qədər miqyası daha kiçilərək hər günün belə deyək, tarixi hadisələr olsun, qərarlar olsun, seçkilər olsun, idman oyunları, hər şey, yəni bu hər bir yerə sirayət edir və bu sistem daha əlçatan hala gəlib. Təbii ki, çünki mobil telefonlarımızda artıq bunu asanlıqla yükləyib biz də görə bilərik bu platformaların necə işlədiyi ilə bağlı. Bəs bu ümumiyyətlə bu sistemlər, bu prediction marketlər, proqnoz marketləri qanunidirmi? Bununla bağlı qanunlar nə deyir? Belə deyək. Bu bəs belə deyək, qumar sayılmırmı? Gizli bir qumar deyilmi? Bugünkü dünyada biz bu proqnoz bazarlarını hüquqi olaraq bir qarışıq bir sahə kimi müşahidə edirik. Onlar tez-tez adətən event contracts kimi, yəni proseslərin belə deyək kontraktları kimi
təqdim olurlar. Yəni əgər kim qalib gələcək sualına mərc etmiş isə bir maliyyə müqaviləsi kimi sanki edirik, bir anlaşma kimi bunu edirik. Və reallıqda isə amma bu istifadəçi təcrübəsini dəyişmir. Hələ də bu risk deməkdir və bu riskə belə deyək, alınmış bir uduş gözləntisi deməkdir. Və bir çox ölkədə bu hələ də boz sahə kimi, yəni grey zone kimi qeyri-müəyyən belə deyək, hüquqi vəziyyət var burada. Bilinmir tam olaraq ki, bu prediction marketlərin, proqnoz bazarlarının təyini nədir, bunun belə deyək, anlamı nədir, mənası nədir və bu qanunlar hələ ki bu belə deyək, bu innovasiyaya, bu yeniliyə, bu məhsullara çatmayıblar. Hələ bu mərhələyə gəlib çatmayıblar. Bunları anlam vermək, bunları belə deyək, qanunauyğunluq şəkildə bunları tənzimləmək barəsində. Məsələn, bir çox dünya ölkələrində dünyadan misallar gətirsək, məsələn Sinqapurun qumar belə deyək, bu barədə belə deyək, bu sahəyə nəzarət edən qurumları Polymarket aplikasiyasını bloklamışdı və bu platformanı qanunsuz onlayn qumar platforması adlandırmışdı 2024-cü dekabr tarixi ilə. 2025-in yanvarında isə Taylandda kiber cinayətçiliklə bağlı araşdırma bürosu Polymarketi bloklamalı bağlı qərar qəbul etmişdi. Oxşar bir qərar və bunun əsaslandırması kimi də bu platformaların qanunsuz onlayn qumar veb-saytları olduğu ilə bağlı idi və bu platformaların xüsusilə kriptovalyuta istifadə etməsi ilə dolayısıyla bunlara blok qoymuşdu. Avropa İttifaqı üzərində isə belə bir qeyri-müəyyənlik var. Əsasən bu Birləşmiş Krallıqda məsələn Avropa İttifaqından kənarda Birləşmiş Krallıqda bununla bağlı Qumar Komissiyası adlı bir belə deyək təşkilat var və bu platformalar həmin bu Polymarket kimi proqnoz platformaları bunlara betting, yəni mərc platformaları kateqoriyasına daxil ediliblər. Avropa İttifaqının isə belə bir ümumi belə vahid bir tənzimləməsi yoxdur, vahid bir qanunu yoxdur, struktur yoxdur bu barədə. Amma bəzi ölkələr, məsələn Fransa kimi, İtaliya kimi, Rumıniya kimi, məsələn Polşa kimi onlar Polymarketi qadağan ediblər, Polymarketin istifadəsini və bunu lisenziyalaşdırılmamış bir mərc platforması adlandırıblar. 2026-cı ilin iyul ayında isə yeni bir qayda qüvvəyə minir. Bu barədə kripto aktivlərin bazarları adlı bir qərar var ki, bu qüvvəyə minəcək və bu qərar həmin bu proqnoz marketlərinin aplikasiyalarının sadəcə kriptovalyuta istifadə edən hissəsinə, yəni kriptovalyuta istifadə edən aplikasiyalara şamil olunacağı düşünülür, güman edilir. Bəs gəlin indi daha belə gerçək məqamlardan danışaq, daha təhlükəli belə deyək detallara keçək və reallığa qoyulmuş bu mərc, bu belə deyək proqnozları bu cür oyunlaşdırmaq, gerçəkliyi bu cür qumara çevirmək nə qədər doğrudur, nə qədər belə deyək təhdid yaradır bugünkü günümüzdə. Ən böyük problem əslində burada motivasiyadır, insanların marağıdır. Çünki əgər siz belə deyək bir nəticədən pul qazana bilirsinizsə, artıq bir müşahidəçi deyilik biz, artıq biz bir tərəf müqavilə oluruq. Biz bu proseslərdə yalnız müşahidə kimi yox, biz bu proseslərə həm də təsir etmək istəyirik. Bunun bir parçası olmaq istəyirik və bu təhlükəli davranışlara yol aça bilər. Dezinformasiya yaymaq kimi, məsələn, nəticələrə təsir etməyə çalışmaq kimi və yaxud da xaosdan qazanc əldə etmək kimi. Bu nöqtədə artıq reallıqla belə deyək oyun arasında bir sərhəd olmur. Yəni bu yox olmağa başlayır və bu kimi önəmli prosedurların, bu kimi belə deyək insanların verdiyi önəmli qərarlar olsun, bu istər seçkilər barədə ola bilər, istər məsələn önəmli müzakirələr, qərar vermələr, referendumlar və s. bu kimi proseslərdə böyük bir siyasi əhəmiyyət daşıyan, böyük bir iqtisadi nəticələr içində ehtiva edən riskləri olan belə deyək prosedurlara bu cür oyun qoşmaq sanki bunun içini boşaltmaq kimi olur və bunun ciddiliyini azaldır. Bu proseslərin önəmini sanki azaltmış olur. Və bu təbii ki, böyük kütlələr tərəfindən bu nəticələr dəyişdirilə bilər. Çünki bu kimi platformaların belə deyək güvənliliyi və təhlükəsizliyi baxımından böyük boşluqları da var təbii ki. Və kütləvi şəkildə bu barədə fikirlər dəyişə bilər və cürbəcür bu səs vermələrdə belə deyək fikir ayrılıqları yaşana bilər. İnsanlar bunun tərəfini dəyişə bilərlər.
Bu nöqtədə biz dediyimiz kimi reallıqla bu oyunlaşdırma arasında sərhəd yox olmağa başlayır. Yəni sanki qumarlaşır hər şey. Və biz bu mövqedən sanki həyatın oyuna çevrilməsi, qumara çevrilməsini görürük və biz bu fenomeni daha yaxşı anlamaq üçün gəlin elə müasir belə deyək siyasətdən misallara baxaq. Məsələn, bu yaxınlarda bir misal görmüşdük biz. Carolina Leavitt, yəni Ağ Evin sözçüsü Amerika Birləşmiş Ştatlarında, onun belə deyək brifinqlərindən birində təxminən 15 dəqiqədən yuxarı olacağı bildirilmişdi. Bu Polymarket kimi platformalarda bu brifinqin 15 dəqiqədən çox olacağı gözlənilirdi. Çünki həmin günün belə deyək gündəliyində duran məsələlər çox uzun idi və bir çox önəmli proseslər, önəmli məsələlər, önəmli qərarlar müzakirə olmalı idi və sonda isə jurnalistlərin suallarına cavab verilməli idi. Və bu belə deyək platformanın 15 dəqiqə o limiti qoyaraq onun üzərində mərc oynamasına görə bir çox insan 98% səhv eləmirəmsə insan həmin o platformada bu çıxışın 15 dəqiqədən yuxarı olacağı qənaətində idilər. Amma Carolina Leavitt 14 dəqiqə 54 saniyədən sonra həmin o zalı belə deyək sualları minimuma endirərək, ümumiyyətlə bəzi sualları cavablandırmayaraq sürətlə zalı tərk edib çıxması ilə müşahidə olunmuşdu və bu kimi belə deyək bunun baş verməsi bir çox insanda çox qorxulu bir belə deyək distopik bir duyğu yaratmışdı ki, artıq bu cür polimarketlər, bu cür prediksiya, bu cür proqnoz verən veb saytların və applikasiyaların gücünü göstərir. Çünki əgər bir çox insan bu kimi buna bənzər mövzularda məsələn kimsə hansı şəxs məsələn hansı siyasətçi seçkidə qalib gələcək və yaxud da kim sabah məsələn bu qərarı verəcək, kim sabah digər belə deyək paketi məsələn siyasi bir paketi qəbul edəcək parlamentdə və s. Bu kimi şeylərin qumara çevrilməsi və oyuna çevrilməsi insanlar arasında belə bir hiss yaradır ki, sanki həmin o siyasətçilər, o qərarı verən insanlar, bu brifinqləri edən insanlar sanki elə bu oyunu oynayırlarmış kimi gəlir və onlar əsas onların belə deyək öhdəçiliyi olan insanların suallarına cavab vermək, insanların narahatlıqlarını keçirmək, proseslərə belə deyək açıqlama vermək, şəffaf olmaq kimi öz işlərini görmək yerinə sanki bu oyunlara, bu marketlərə, bu applikasiyalara elə bil cavab verirlər, bunlarla oynayırlar. Bu çox təhlükəli bir şeydir. Buna bənzər məsələn digər bir misal isə futbol oyunlarında və yaxud digər belə deyək sahə oyunlarında gördüyümüz oyunçuların bilərəkdən daha yaxşı və yaxud da daha pis oynaması və onlara gələn o məlumata əsasən bu insider information olaraq, yəni daxili aldıqları məlumata əsasən onların belə deyək pul qazanma məqsədilə, yəni oyundan daha digər motivasiyalara, daha digər maraqlara xidmət edərək nəticədən daha aşağı nəticə almaları. Yəni oyunun məsələn proqnozu göstərir ki, 3-0 məsələn məğlubiyyətlə bitəcək. Oyunçular daha məsələn zəif oynayaraq oyunu 1-0 və yaxud da 0-0 hesabı ilə bitirirlər. Ümumiyyətlə qol vurmaqdan yayınırlar və bunu belə deyək tənzimləyəcək bir qurum yoxdur. Bunun qarşısını alacaq bir belə deyək idarəçi bir mexanizm yoxdur və bu maraqları necə dəyişir, bunu təxmin etmək olur və insanların bu cür oyunlardan zövq almasını, insanların hətta futbolçuların özünün belə, oyunçuların özünün belə oyuna öz belə deyək yatırımlarını etməsi, oyuna maraqla yanaşmalarının qarşısını alır və bir yerdən sonra bu kimi insentivlər, bu kimi maraqlar hər bir şeyin belə deyək içindəki o mənanı, içindəki o dəyəri sanki sovurub aparır və bunun nə qədər təhlükəli ola biləcəyini görə bilərsiniz. Hətta mən bir neçə bu iki misalda belə deyək daha təhlükəsiz misallar seçdim, amma bunun daha təhlükəli, daha böyük nəticələr verə biləcək misallar da ola bilər. Bu kimi hadisələr əslində bu bayaqki Ağ Ev brifinqindən gətirdiyim timsalda normalda sadəcə bunlar siyasi kommunikasiya kimi görünə bilər, amma bu prediction market, proqnoz bazarları kontekstində bir siqnala çevrilir. İnsanlar belə hadisələri analiz edirlər, qiymətləndirirlər və dərhal bir mövqe tuturlar, bazarda bir mövqe alırlar. Yəni bu avtomatik olaraq siyasi davranışın bir bazar siqnalına çevrilməsinə nəticələnir. Bu isə siyasətin özünə təsir edir. Yəni həmin o insanların əlində güc olan insanların qərarlarına birbaşa təsir edir. Yəni bunun nə qədər qorxulu olduğunu və nə qədər belə deyək təhlükəli ola biləcəyini, hansı miqyaslarda böyüyüb miqyaslara çevrilə biləcəyini özünüz də görürsünüz. Və əgər hər bir hərəkət, hər bir qərar, hər bir belə deyək müzakirə
qiymətləndirilirsə, bu cür onun üzərinə qiymət qoyulub alqı-satqıya çevrilirsə, bu cür spekulyasiyaya çevrilirsə, yəni bu bir qumardır. Yəni bunu başqa bir ad qoyaraq, başqa bir şeyə çevirmək və yaxud da onun təyinini dəyişərək, onun izah verərək ya da daha yaxşı bir ad qoyaraq onu oyunlaşdıraraq onu daha yaxşı hala gətirmirik. Yəni bu qumardır açıq-aşkar. Çünki bu bir şans üzərində oynanan bir oyundur. Yəni əgər şans və yaxud da belə deyək, növbəti hadisə nə olacaqsa, növbəti qərar nə olacaqsa biz bunu bilmirik və bunun üzərinə biz bir maddi bir dəyər biçib onun üzərinə pul qoyuruq. Yəni bunun başqa bir izahı yoxdur, başqa bir anlamı yoxdur. Bəs niyə hər şey belə qumara çevrilir? Niyə biz hər şeyin bu müasir dövrdə qumarlaşdığını görürük? Bunun 3 əsas səbəbi var. Birincisi texnologiya. Texnologiya bizə bu şəraiti yaradır ki, hər şey asanlıqla, belə deyək, asanlıqla hər şey mobil applikasiyaya çevrilə bilər, mobil tətbiqə çevrilə bilər və bir kliklə biz mərc eləyə bilirik, bir kliklə bu kimi tətbiqləri yükləyə bilirik telefonlarımıza və hər bir şeyin içində bu insentiv olanda, bu maraq olanda bu cür şirkətlər də bu texnoloji alətlərdən istifadə edərək, bu texnoloji imkanlardan istifadə edərək özlərinin gəlirlərini düşünürlər və hər kiçik detala bir mərc şansı yaradırlar, bir kiçik belə deyək, oyun orada şansı açırlar bizim üçün. Çox maraqlı misallardan biri də bu Amerikada beysbol oyunlarında hətta hansı oyunçunun hansı geyimi geyinəcəyi. Məsələn, bugünkü oyuna məsələn mən mərc qoyuram ki, bugünkü oyuna filan kəs qırmızı geyimlə çıxacaq və yaxud da göy geyimlə çıxacaq və yaxud da neçənsə dəqiqədə filan oyunçu qol ataraq gedib filan belə deyək, kənara çəkilib, məsələn, bu hərəkət eləyəcək, bu cür sevincini bu cür ifadə edəcək və s. və s. Hər bir şeyə, hər bir detala, hər bir dəqiqəyə bu elə bir ki, artıq minimalizə olunur və kiçik detallar üzərində belə qumar oynanmağa başlayır. Bu asanlaşdırma, bu cür texnologiyanın gətirdiyi bu şanslar, bu belə deyək, rahatlıq həm şirkətlər tərəfindən, həm də insanlar tərəfindən, xüsusən də gənc nəsil tərəfindən bu bir belə toksik bir qumar formasına çevrilib, belə bir xülyaya çevrilib artıq. Digər bir məsələ isə maliyyələşmədir, hər şeyin maliyyə aktivinə çevrilməsi. Əgər bir şeyi ölçmək mümkündürsə, onu satmaq da mümkündür prinsipi ilə gedən burada bir prosedur var və üçüncü bir şey isə bu mədəni belə deyək, dəyişiklik, insanlar arasında bunun qəbul olunması, bunun normallaşdırılması və risk almağın artıq normal bir şeymiş kimi təqdim olunması, yəni bu qumar oynamağın bir normal bir şeymiş kimi təqdim olunması, xüsusən də insanların bu cür hər kiçik detala, hər bir oyuna bir maliyyə yatırım etməsi. Bu əslində yatırım da deyil, bu sadəcə qumardır, bayaq dediyimiz kimi. Bunu məsələn biz mobil tətbiqlərdə belə görə bilirik. Bəzi mobil tətbiqlərdə görmüsünüzsə, hər hansısa bir qutu çıxır və o qutunun üstünə məsələn klikləyərək siz onun içindən daha nadir tapılan bir məsələn silah ola bilər, bir geyim ola bilər. Bu belə deyək, bu özü belə hətta sizin beyninizdə o qumarın gətirdiyi o oxşar belə deyək duyğular verir və insan buna öyrəşdikcə insanın beyninin mexanizması da dəyişməyə başlayır və insan normal belə deyək proseslərdən, normal oyundan zövq almamağa başlayır və insan beyni buna öyrəşdikcə bu risk toleransını və bu gözləntilər, bu mükafat mexanizmasına böyük zərər vura bilər. Və bu dediyimiz bu mədəni dəyişiklik, xüsusən də gənc nəsil arasında bunun normal kimi görünməsi və yaxud da hətta ağıllı bir şeymiş kimi, belə cool bir şeymiş kimi, rasional, belə intellektual kimi təqdim olması da əlavə bir təhlükə yaradır. Amma reallıq fərqlidir, çünki bu sistemlər əslində heç bir dəyər yaratmır. Gerçək budur ki, bunlar bu oyunlar nəzəriyyəsində dediyimiz zero sum, yəni sıfır toplamlı oyunlardır. Çünki mənim qazancım məsələn sizin məğlubiyyətiniz ola bilər bu oyunda və yaxud da sizin qazancınız mənim məğlubiyyətimə çevrilə bilər. Bir tərəfin qazancı digər tərəfin itkisidir. Yəni buna bu sıfır toplamlı oyunlar deyirlər. Yəni toplamda biz zənginləşmirik əksinə, sadəcə uduşlarımızı bir-birimiz arasında paylaşırıq. Yəni budur, gerçəklik bundan ibarətdir. Bəs bunun qarşısını almaq mümkündürmü? Bəs gələcəkdə biz əgər bunu daha sağlam bir şəkildə
bu proqnoz marketlərini idarə etməli olsaq, tənzimləməli olsaq nə edə bilərik? İlk öncə qaydalar daha aydın olmalıdır. Təyinlər və izahlar daha net olmalıdır. Hər bir şeyin belə deyək, əgər qumardırsa bunun adına qumar deyilməlidir və bunun daha yaxşı şəkildə necə tənzimlənə biləcəyi, qaydaların necə daha aydın şəkildə tətbiq edilə biləcəyi müzakirə olmalıdır. Ölkələr arasında həmçinin koordinəli bir şəkildə, koordinasiyalı bir şəkildə əgər məsələn sağlam bir şəkildə bunu tətbiq edən bir ölkə varsa, deyək ki, məsələn Sinqapurun bayaq misalında dedik, digər ölkələr də bu ölkə misalında onun təcrübəsindən yararlanaraq bunu tətbiq etməlidir, yeni qaydaları tətbiq etməlidir. Çünki texnologiya daima dəyişir. Biz podkastımızda bu mövzuda dəfələrlə müzakirə aparmışıq ki, necə qanunlarımız orta əsrlərdə qalaraq müasir dövrün reallıqlarına və müasir dövrün insan davranışlarına adaptasiya olmaqda çox çətinlik çəkirlər və eyni zamanda qanunvericilər də bu qanunları bu müasir dövrün reallıqlarına adaptə etməkdə çətinlik çəkirlər. Çünki qanunlar öz-özünə dəyişə bilməz, öz-özünə adaptə ola bilməz. Bunu seçilmiş insanlar tətbiq etməlidir. Yəni bunu bu barədə bir qərar qəbul etməlidir, müzakirə olmalıdır burada. Qaydaların daha aydın olmasından əlavə, hər şeyin daha aydın şəkildə belə deyək, izah edilməsindən əlavə də bazarda bu dizayn olunma və mərcə qoyulan bu qadağalar məsələn effektiv ola bilər. Əgər hər hansısa bir mərc platformasının məsələn zərər verdiyini müşahidə ediriksə, necə ki məsələn sosial media platformalarına qoyulan bu yaş limitləri kimi, həmçinin də bu mərc oyunlarına, mərc platformalarına, applikasiyalarına və proqnoz marketlərinə də yaş limiti qoyula bilər və yaxud da müəyyən seçilmiş applikasiyalara ümumiyyətlə qadağa qoyula bilər müəyyən marketlərdə, müəyyən bazarlarda. Bu bazar tənzimləmələrindən əlavə də həmçinin şəffaflıq və təhlükəsizlik qaydaları da gətirilə bilər. Məsələn, manipulyasiyaların qarşısını almaq, bu kimi qərar vermə proseslərində dezinformasiyaların və yaxud da fikir belə deyək, yönləndirmələrinin, manipulyasiyalarının qarşısını almaq da mümkündür. Və ən önəmlisi də 4-cü detal maarifləndirmə ola bilər. Çünki insanların ən yaxşı şəkildə bu sistemi başa düşmələri, insanların maariflənməsi hər şeydən önəmlidir. Çünki insanlar maarifləndikcə daha doğru qərarlar qəbul etməyə başlayırlar və bunu belə deyək, market adlandırmaq və yaxud da bu proqnoz bazarları deyə bir ad qoymaq, nə bilim bir şeyi belə deyək, qanuni şəkildə bu yeni bir trendə əslində çevrilib. Yeni deyil əslində, bu çoxdan da var. Ümumiyyətlə bir şeyin adını dəyişdirərək onun belə deyək, qanunlardan kənarlaşmaq, yəni qanunların ətrafından dönmək kimi bir taktika var. Amma bunu adını daha yaxşı qoymaq əslində bunu avtomatik olaraq yaxşı bir şey etmir və yaxud da faydalı bir şeyə çevirmir. Yəni bu bir önəmli bir faktordur, yəni önəmli bir detaldır. Bəs gələcəyə baxsaq, gələcək bizə nə deyir? Alətdirmi bu maliyyə bazarlarında yeni bir alətə çevriləcəkmi bu proqnoz bazarları, yoxsa böyük bir tələdirmi? Prediction market ümumiyyətlə proqnoz bazarları əslində faydalı ola bilər. Nə mənada faydalı ola bilər? Çünki bayaq da qeyd etdiyimiz kimi, əgər bir neçə belə deyək, yüzlərlə, minlərlə insanın bir şey barədə fikir bildirərək o prosesdə iştirak etməsi, bu belə bir şəffaf və onlayn sanki virtual bir seçki, virtual bir qərar vermə prosesi kimi də görülə bilər. Daha yaxşı proqnozlar məsələn verilə bilər, daha yaxşı, daha düzgün qərarlar verilə bilər. Bunu məsələn tender müsabiqələrində məsələn istifadə etmək olar. Onlayn şəkildə hər hansısa bir barədə məsələn brainstorming etdikdə, məsələn qərar vermə barəsində məsələn müşahidə etdikdə, fikirlər mübadiləsi aparıldıqda və yaxud da daha yaxşı şəffaf məlumatlar əldə etmək olar məsələn bu kimi bazarlardan, bu kimi platformalardan. Amma hazırki istiqamət bunun tam tərsini göstərir. İnsanlar bunu çox təhlükəli istiqamətlərdə istifadə edirlər. Elə bir məsələn dünyaya doğru təkamül edirik ki, gedirik ki, hər şey qiymətləndirilir, hər şeyin bir qiyməti oxunur, price tag olur üzərində və hər bir şeyə mərc olunur, hər bir şeyin üzərində mərc olunur və bu kimi oyunlaşdırma, hər şeyin oyunlaşdırılması sanki bir təhlükəli bir yönə doğru təkamül edir ki, bu proseslərin içi boşaldılır. Bu proseslərin nə qədər bu üzərində insanlar çalışdığını və bu kimi sistemlərin üzərində nə qədər insanların belə deyək, qərarlarının olduğu bunlar unudulur
və hər şeyin oyunlaşdırıldığı bu dünyada əslində təkcə pul məsələsi deyil, təkcə bu risklər mövzusu deyil, o cümlədən düşüncə tərzi mövzusudur. Çünki biz reallığı kazinoya çevirdikdə, reallığı biz qumara çevirdikdə əsas olan şeyləri də, əsas olan dəyərlərimizi də itirə bilərik. Bunları unutmamaq lazımdır. Bunların əhəmiyyətini başa düşmək lazımdır. Belə əziz dostlar, bugünkü mövzumuzda bunu seçdik. Biz sizinlə prediction marketləri, proqnoz bazarlarını müzakirə etdik və bu proqnoz bazarlarının hansı təhdidlərə yol aça biləcəyi, bugünkü dünyamızda hər bir belə deyək insanın bu proseslərdə iştirakçı olmaq istəyindən gələn bir bu doğrultuda yaranan bu duyğunu belə deyək qarşılıq verən bu bazarlar bizə əslində daha distopik gələcək təqdim edir, yoxsa daha belə deyək, şəffaf gələcək təqdim edir. Hər şeyin virtual şəkildə qərar veriləcəyi bir gələcək təqdim edir. Bunu bilmirik təbii ki, amma müasir dövrümüzün, bugünkü dövrümüzün bu belə deyək, tərəfinin olduğunu da unutmamalıyıq və hər bir şeyin, hətta bizim mobil tətbiqlərimizin içində olan oyunların, sosial medianın da bir slot makinası kimi beyinlərimizi belə deyək, buna adaptasiya etdiyini, bunu normallaşdırdığını və buna beyinlərimizin şərtləndirildiyini unutmamaq lazımdır. Bunu görmək lazımdır. Hər şey əslində görməkdən başlayır. Hər şey bunu müşahidə edib maariflənərək bunun fərqində olmaqdan başlayır. Amma gəlin bu distopik gələcəyə yönəlməyək, buna fikir verməyək. Biz özümüz belə deyək, maariflənərək bəlkə də daha müsbət bir gələcək, daha faydalı bir gələcək qura bilərik. Əgər siz də bu bölümü bəyəndinizsə, dostlarınızla paylaşmağı unutmayın. Sosial mediada bizlərlə müzakirələrə qoşulmağı unutmayın. Dinlədiyiniz üçün çox-çox təşəkkürlər. Ümidvarıq ki, bu bölümü bəyəndiniz. Növbəti bölümlərdə, növbəti epizodlarda digər maraqlı mövzularla sizinlə birlikdə görüşmək ümidi ilə. Sağlıqla qalın, Tekniklə qalın.